ətək biçəcəyik. Ön hissəsi dairəvi və qırçınlı olan bir ətək biçəcəyik. Onun üçün bizim əlimizdə ölçülərimizi götürmüşük, ölçülərimiz var və başlayırıq biçməyə. İlk öncə ön hissədə bir 2 santimetrə qədər, ön hissə dairəvi olduğu üçün ön hissəni kəsəcəyik və 2 santimetrə qədər, yəni 2-3 santimetr dikiş payı götürürük. Ətəyimizin uzunluğuna qədər götürürük. Və ondan sonra parçanın bu əyri hissələrini nəzərə alırıq və nəzarət xətti çəkirik. Bel 72-dir, 18 4də biri, 3 santimetrdə vidişka payı gəlirik. Yəni vidişka, bəzi yazırlar mənə ki, vidişka demək qarsaqdır. Azərbaycan dilində qarsaqdır. Yəni mənim dilim belə alışıqdır və çox adam da bilirəm ki, vidişka deyəndə daha rahat başa düşür. Və 96 oturacaqdır, 4-ə bölmüşük. 18-də yendim, 24. Uzunluğumuz, üzr istəyirəm, bel hissədə 2 santimetr düşlüyü alaq. Yəni bu hissədə 2 santimetr. Və bu hissədən başlayaraq ətək uzunluğu dəqiq olsun 80 santimetr və yenə də ortadan bir dəfə də işarə eləyirəm 80 santimetr və ən sonuncu nöqtədən yenə də 80 santimetr qeyd eləyirəm. Və xəttləyirəm. Və bir 2 santimetr qədəri də dikiş payı əlavə eləyirəm. Oturacağımız 24'dür. Ətəyimiz düz ətək olduğu üçün aşağıda da 24'ü qeyd eləyirəm. Yəni düz ətəyi bilirik ki, oturacaqla bərabər eləyirik və bu gördüyünüz kimi aşağıdakı nöqtəni oturacaqla birləşdiririk. Oturacağı isə bellə birləşdiririk. Və 10 santimetr qeyd eləyib vidişkanı çəkirik. Vidişkanı mən bir neçə dəfə demişəm, vidişkanı bu orta hissədən bax belə düz çəkib eləmirik. Bax gördüyünüz kimi orta hissədən hardasa 1 sant yarım keçirəm, bu xətlə düz düşürük aşağı və oturacağın, yəni ətəyə bir yaraşıq vermək üçün. Yəni o vidişka nə qədər ki yana gedəndə o qədər də paltar daha yaraşıqlı olur. Yəni bəzən düz tikilir, ancaq bu daha yaxşıdır. Yəni düz tikilməyə də bir qorxulu bir şey deyil, ancaq ki düz olanda daha yaxşı. Və kəsirəm ön hissəni. Gördüğünüz kimi bax, bu hissəni kəsdim ki, daha parçadan ayrılsın, daha aydın başa düşək. Bizim ətəyimizin modeli bu hissədədir, ön hissədədir. Ətəyimiz midi ətəkdir və 50 santimetrə qədər düşürəm. Biraz da hardasa tikiləcək də kəsiləcək və bu hissədən 50 santimetrdən aşağı bu dörtgünc xəttdən gördüğünüz gibi bax
və tikiş payından orta hissəni də kəsirim. Gördüğünüz kimi ətəyi dairəvi şəkildə ön hissəsini biçdik. Və bu hissələrə qırçın qoyacağıq. Parçadan kəsəcəyik, qırçın qoyacağıq. Gördüyünüz kimi arxa hissəni də ölçülərini çıxartdıq və indi arxa hissəni kəsəcəm. Arxa hissədə sadəcə əlavə elədiyimiz sadə biçindi və əlavə elədiyimiz sadəcə orta hissədə tikiş olacaq və bu hissəyə zamok tikəcəyik. Gördüğünüz gibi 15 santimetrelik bir parça götürdüm. Parçanın en hissəsindən və 7 santimetrelik də 7,5 santimetrelik də ikinci hissə. Birinci hissə ətək hissəyə veriləcək 15 santimetr və ikinci 7 santimetr bura qədər bunun üstünə gələcək. Və bu 15 santimetr olan hissədən 2 dənə və bu biri kiçik hissədən isə 3 dənə biçəcəyik. Biçdikdən sonra bir primerka gəlir. Primerka eləmək üçün gördüyünüz kimi bax bizim bir hissədə mel var, amma ikinci hissədə yoxdur. Bu hissədəki meli ikinci tərəfə keçirtmək üçün iğnələyirik. Yəni əgər özünüz üçün tikirsinizsə, yəni pratik işləyə bilərsiniz. Yəni birbaşa maşında tikə bilərsiniz. Ancaq klientə işləyirsinizsə, yəni ilk öncə əl tikişi ilə primerka eləyin. Düzdür, biraz vaxt zaman aparır. Ancaq ki, yəni daha ikinci dəfə, məsəl üçün tutaq ki, elə bir klientə elə bir parça ki, məsələn vidiçkadır. Maşınlayarsınız, sonra onun yeri, yəni xanımın əlində yaxşı durmaz. Sökərsiniz və parçada deşikləri qalar. Sonra yəni əziyyət çəkərsiniz. Onun üçün deyir, o məsəl var, deyir, 100 ölç bir biç. İlk öncə yəni klientə tikirsiniz, yəni ondan yəni çörək qazanırsınızsa, ilk öncə əlinizlə, əl tikişləri ilə tikin, dəqiq. Və ikinci primerkada sonra maşın tikişi ilə tikərsiniz. Və beləliklə, məsələn, bu hissəyə gördüyünüz kimi bilirsiniz, 2 santimetrdir. Yəni, bax, buradan keçirdiniz və heç bura, yəni bir tikiş üstdən tikiləcək, heç ehtiyac da yoxdur. Və beləliklə çevirirsiniz bu üzə və bu iğnənin yerləri ilə hər iki tərəfdən. Çünki bu mellərin üstlüylə, yəni üst-üstə qoyub gedəndə hər tərəfdə bu tikişlərlə, yəni dəqiq ölçülərlə primerkaya yıxsanız, heç primerkada dəqiq, yəni ölçünü də ki, indi aydın məsələ ki, dəqiq götürürsünüz və ehtiyac qalmır. Vidiçkanı da həmin qaydada hər iki tərəfdə bərabər iş olur. Və ön hissədə də, yəni bütün tikişləri bu qaydada keçirirsiniz. Yəni keçirtmək qaydası bu. Gördüyünüz kimi, bax bu arxa hissə əlimlə primerkaya yığdım, vidiçkaları da əlimlə eləmişəm. İndi isə ön hissəni üzərinə yerləşdirəcəm.
və bu ön hissənin də bir... Yəni, burada əsas məsələ odur ki, yəni ön yufqanı, ətəyi primerkaya yığanda bu bel hissələri bərabər qoyun. Yəni, arxa hissədən tikməyin. Yəni, əyrilik olsa, ola bilər ki, məsələn, ətəkdə yəni bir əyrilik olsa, hər nə olsa aşağı hissəyə gitsin. Yəni, tikiləndə bel hissədən, yəni bellər bir-birinin üzərinə qoyularaq tikilməlidir. Primerkaya yığılmalıdır. Gördüyünüz kimi ətəyi primerkaya yığdıq, primerka elədik, bəzi tikişlərini tikdik. Primerkada sadəcə xanımın əynində uzunluğunu 80 götürmüşdük. 80 o qədər də bəyənmədik. Sadəcə uzunluğundan qısaltdıq və bu gördüyünüz ön hissədəki bu dairəni biraz da daha da genişləndirdik və birinci qırçını gördüyünüz kimi əlavə elədik. İndi bizim görəcəyimiz iş gördüyünüz kimi birinci qırçını 7 götürmüşdük, ikinci qırçını 14 və ikinci qırçını da bax, gördüyünüz kimi bu tikişidir. Bax, gördüyünüz kimi buradan gedən tikişə və bu hissəni də bir-birinə bu, yəni dizdən biraz yuxarıya qədər tikmişik. Və həmin o yerdən başlayaraq ikinci qırçını, hazırladığımız böyük qırçını və belə bu hissəyə yerləşdirib və onu da tikirik. Gördüyünüz kimi ikinci qırçını da bu hissədən başlayaraq tikdik və bundan sonraki işimiz gördüyünüz kimi bu bellikdir və bu belliyi gördüyünüz kimi bu bel hissəyə bir hissəsi overlock olunubdur və bir hissəsini tikiləcək və ikinci hissəyə çönəcək və bu çönən hissəyə də bu hissəyə, yəni astarı tikdikdən sonra astarı birləşdirəcəyik. Və beləliklə yufqamız yəni tam hazır deyil və hazır olacaqdır. Beləliklə düz ətəkdə göstərdiyimiz model bu idi. 2 qırçınlı model göstərdik və bu modeli tək düz ətəkdə deyil. İndi bizim klient xanım düz ətəkdə istədi, ancaq klin ətəkdə bundan da daha gözəl çıxar. Yəni klin ətəkdə də eləyə bilərsiniz. Sağ olun, hər kəsə çox təşəkkür edirəm.